Salam, gəlin riyazi statistikadan belə bir sualın izahına baxaq. Bizə deyir ki, ardıcıllığın ilk 11 həddi üçün ifadəsinin qiymətini tapın. Q1 deməli biz bilirik ki, interkvartir aralıq üçün Q1 bərabərdir n plus 1 bölünsün 4 şəklində tapılır. Q2 bərabərdir n plus 1 bölünsün 2 şəklində tapılır. Q3 isə 3 vurulsun n plus 1 bölünsün 4 şəklində tapılmış olur. İndi biz bilirik ki, deyir ki, ilk 11 həddi. İlk 11 həddi deyirsə, deməli burada bizdə n-lərin yerinə 11 yazmalı olacam mən. N bərabər olacaq 11-ə. Gəlin Q1-i tapaq. Q1 bərabərdir 11 üzərinə gəlinsin 1 bölünsün 4. Bu eləyir 3. Yəni ki, 3-cü hədd. Q2 bərabər olur 11 üzərinə gəlsin 1 bölünsün 2-dən. Bu eləyir 6-cı hədd. Q3 isə bərabər olur 3 vurulsun 12 bölünsün 4-dən. Bu da eləyir 9-cu hədd. Yəni ki, bunun sualın əslində bizdən istədiyordur ki, A3 üzərinə gəlinsin A9 bölünsün A6. Sual bizdən bunu istəyir. A-ni də bizdə burada verib də 4-dən çıxılsın 1. Buna əsasən yazıram ki, A3-ün qiyməti nə olacaq? 4 üçün 12 çıx 1, 11 üzərinə gəlinsin. A9 olacaq. Deməli, 36 çıxılsın 1, 35 bölünsün. A6 isə olacaq. 6, 4, 24 çıxılsın 1-dən 23. Bu da eləyir 46 bölünsün 23. Bu da bərabər olur 2. Yəni ki, testin düzgün cavabı oldu 2.